Salam, hər vaxtınız xeyir. Bugün 7-ci sinif coğrafiya iş dəftərində litosferin hərəkəti ilə bağlı mövzunun tapşırıqlarını izah edərik. Birinci tapşırığımızda Yaponiyaya aid təsvirə əsasən tapşırıqları yerinə yetir. Verilən burada Yaponiya adasıdır, yəni Yapon adalarıdır, ölkə olaraq Yaponiyadır. Hərflərlə qeyd edilmiş litosfer tavalarının adlarını yaz. Burada Avrasiya litosfer tavasıdır. Yəni buraya yazarıq Avrasiya. B ilə göstərilən Sakit Okean litosfer tavasıdır. Sakit Okean. C ilə göstərilən isə Filippin litosfer tavasıdır. Burada Filippin litosfer tavası yaza bilərik. Yəni Yapon adaları 3 tavanın toxuşma zonasında yerləşir. Burada yenə A, B və C litosfer tavalarının hərəkət istiqamətini müəyyən et. A litosfer tavası Avrasiya litosfer tavasıdır və hərəkət istiqaməti cənub-şərq istiqamətindədir. Qərbə doğru gedən litosfer tavası B litosfer tavası idi, yəni Sakit Okean. Şimal-qərbə doğru hərəkət edən tava isə C litosfer tavası idi və bu da şimal-qərb, bu da Filippin litosfer tavasıdır. Verilmiş fikirlərdə yanlış söz və ya ifadələrin altından xətt çək. Doğru olanı isə onların qarşısında ayrılmış hissədə yaz. Yaponiya litosfer tavalarının ayrılma sərhədində yerləşir. Burada yanlış olan ayrılmadır. Toqquşma sərhədi olmalıydı. Ona görə bura toqquşma yazarıq. Yaponiyada güclü zəlzələlər nadir hallarda, xeyr, tez-tez baş verir. Bunu özü qeyd ediblər. Kobe zəlzələsindən sonra Yapon hökuməti ölkədə qurulan seismik cihazların sayını azaltdı yazıb, xeyr, artırdı. Kobe fəlakətindən sonra Yapon hökumətinin tədbirləri sayəsində Tokyo şəhərində baş verən zəlzələ itkilərinin sayı azaldı. Kobe fəlakətində, yəni burada Tokyo şəhərindən yox, elə Kobe ərazisindən söhbət gedir. Ona görə burada Tokyo şəhəri yox, Kobe şəhəri olmalıydı. Kobe zəlzələsindən sonra Yaponiya məktəblərində zəlzələdən qorunmağa dair dərslər ləğv etdi. Əslində ləğv edilmədi, burada ləğv etdi yanlışdır. Biraz da artırıldı. Yəni daha çox belə deyək, tədbirlər görmək üçün, əhalini daha da xəbərdar etmək üçün zəlzələ ilə bağlı olan, qorunmağa aid olan dərslərin sayı biraz da artırıldı. Litosferə aid doğru fikir müəyyən et. Yer qabığının alt hissəsidir, bu yanlışdır. Çünki yer qabığı da litosferə daxildir. Mantiyanın üst təbəqəsidir, xeyr, təkcə mantiyanın üst təbəqəsi deyil, bu da yanlışdır. Odlu mayədən ibarətdir, yanlışdır, bərk hissələri var. Okeanlarda daha qalın olur, bu da əlbəttə ki, yanlışdır. C variantı ən doğru cavabımız olacaq. Yer qabığı və üst mantiya bir hissəsi birlikdə litosfer adlanır. İkində deyir ki, sıxı məsən litosfer təbəqəsinin quruda və suda hansı qatlardan ibarət olduğunu yaz. Bildiyimiz kimi, yəni burada dedik ki, litosfer üst mantiya və yer qabığı daxil olmaqla 2 qatdan ibarətdir. Yəni 2 hissədən ibarətdir. Üst mantiyanın üst hissəsi ilə yer qabığı birlikdə. Yer qabığı da 3 qatdan ibarətdir. Bunlar burada A, B, C olaraq, yəni birdə A bizə çökmə qatdır. B qranit qatdır. C də ki, bazalt qatıdır, daha qalındır. Ona görə kontinent tipli yer qabığı deyilir. Amma 2-də, yəni o suyun altında burada A və C qatlar var. Fikir versə, burada B qatı qırılır. Ona görə burada A yenə çökmə qat. C də ki, burada olacaq bazalt qatı. Yəni burada qranit qatı yoxdur. Litosfer tavalarının sərhədində verilmiş xəritə sıxım üzərində onların hərəkət istiqamətini oxlar vasitəsilə göstər. Şimali Amerika litosfer tavası qərb istiqamətində hərəkət edir, yəni onu belə göstərə bilərik. Avrasiya litosfer tavası cənub-şərq istiqamətində hərəkət edir, belə göstərə bilərik, yəni Şimali Amerika ilə ayrılır. Daha sonra Cənubi Amerika litosfer tavası da bu istiqamətdə hərəkət edir, şimal-qərb istiqamətində. Afrika tavası isə şimal-şərq istiqamətində, yəni şərq istiqamətində hərəkət edir. Ərəbistan tavası da şərq istiqamətində hərəkət edir və Avrasiya ilə toxuşurlar. Hind-Avstraliya tavası da şimal-şərq istiqamətində hərəkət edir. Antarktida isə bu yöndədir, yəni cənub-qərb istiqamətindədir. Naska tavası şərq istiqamətində hərəkət edir və Cənubi Amerika ilə toxuşur. Sakit Okean isə qərb istiqamətində hərəkət edir. Sakit Okeanın qərb istiqamətində dedik. Filippin tavasını bayaq şimal
qərb istiqamətində dedik ki, yəni Yapon adaları da elə bir Filippinlə Avrasiya dağlarının toqquşma zonasında yerləşir. Yəni havaların hərəkət istiqaməti bu cürdür. Litosfer havalarının hərəkətini əks etdirən şəkildə rəqəmlərlə qeyd olunmuş hissələrə aid olan xüsusiyyətləri yaz. Litosfer havaları deməli hərəkəti nəticəsində okean tipli, yəni birdə göstərilən okean tipli tava ilə, okean tipli yer qabığı ilə kontinent tipli yer qabığının toqquşma zonasıdır. Burada yəni birdə göstərilən okean tipli yer qabığı ilə kontinent tipli yer qabığının toqquşma zonasını göstərir. Və bu zaman nələr baş verir? Deməli, yəni bir də okean tipli yer qabığı daha nazik olduğu üçün kontinent tipli yer qabığının altına gömülür. Yəni dərin okean novlar yaranır və yaxud bu novlara dərin çökəkliklər deyirlər. Dərin çökəkliklər yaranır. Bu okeanda yaranandır. Bəs quruda nə yaranır? Quruda da quru sistemdə dağ sistemləri yaranır. Yəni burada da dağ sistemini açıq-aydın bizə göstəriblər. Baxın, burada qırmızı ilə dağ sisteminin yaranmasını açıq-aydın göstəriblər. Yəni, novlar və quruda da dağ sistemləri yaranır. Yəni, dağlar yaranır. Şəkil 2-də iki okean tipli yer qabığına malik olan litosfer havalarının ayrılmasını göstərib. Biri qərbə, biri də şərqə doğru hərəkət edir. Və bu zaman nə yaranır? İki okean tipli yer qabığı bir-birindən ayrılarkən okeanda orta okean dağ silsilələri yaranır. Yəni, burada orta okean dağ silsilələri və yaxud sıra dağları yaranır. Burada da açıq-aydın bu görsənir. 3-də isə iki kontinent tipli yer qabığı bir-biri ilə toqquşur və hər ikisi qalın olduğu üçün quruda dağ sistemləri, yəni dağlar yaranır, dağ silsilələri yaranır. Yəni, quruda dağ silsilələri formalaşır. 5-də litosfer havaları və onların hərəkətinə aid tapşırıqları yerinə yetir. Mətndə verilən boşluqları uyğun söz və ya söz birləşmələri ilə tamamla. Litosfer havalarının üfüqi və şaquli hərəkətlərinə deyilir. Nə deyilir? Tektonik hərəkətlər deyilir. Ona görə bura olacaq tektonik hərəkətlər. Okean tipli litosfer havası kontinent tipli litosfer havası ilə toqquşaraq onun altına gömülür. Bayaq da biz bunu dedik. Nəticədə quruda okean tipli litosfer havası ilə kontinent tipli litosfer havası toqquşanda quruda dağ silsilələri yaranır. Burada indi belə deyək, dağlar yazmalıydı. Yəni dağlar yaranır. Quruda dağlar yaranır. Okeanın dibində isə dərin okean çökəklikləri, yəni novlar yaranır. Novlara başqa cür çökəkliklər deyirlər. Çökəkliklər yaranır. İki kontinent tipli litosfer hava toqquşduqda İki kontinent tipli litosfer hava toqquşarsa, bu zaman dağlar yaranacaq. Yenə burada dağlar gedəcək. Məsələn, Himalay dağları. İki okean tipli litosfer havası bir-birindən uzaqlaşdıqda, bayaqki xəritədə də dedik, iki okean havası bir-birindən uzaqlaşdıqda orta okean dağ silsilələri yaranırdı. Yəni, okeanda dağ silsilələri yaradırdı. Burada da sualtı dağlar olacaq bura. Bura yaza bilərik, sualtı dağlar. Yəni, düzgün cavabımız olacaq sualtı dağlar. Sonra 6-da deyir ki, verilən şəkillərin xəritədə hansı litosfer havalarının sərhəd zonalarına aid olduğunu müəyyən et və onların adlarını aşağıdakı cədvəldə yaz. A şəklinə baxsaq, burada okean tipli yer qabığına malik litosfer havası ilə kontinent tipli yer qabığa malik litosfer havalarının toqquşması göstərilir və okean tipli yer qabığı da malik litosfer havası kontinent tipli yer qabığına malik litosfer havasının altına gömülür. Buna biz yaza bilərik, yəni bura aid olan litosfer havalarından biz bura yaza bilərik Nazca və Cənubi Amerika litosfer havalarını. Cənubi Amerika litosfer havalarını yaza bilərik ki, bunların toqquşma zonasına uyğun gəlir. Həmçinin burada, yəni okean tipli yer qabığına malik və kontinent tipli yer qabığının toqquşma zonasında Sakit okeandan Şimali Amerikanda demək olar. B şəklinə baxsaq, yəni buradakı B-də göstərilən iki litosfer havalarının ayrılması göstərilmişdir. Okean tipli yer qabığına malik özü də. Bura əlbəttə ki, biz yaza bilərik Şimali Amerika ilə Avrasiyanı və yaxud Cənubi Amerika ilə Afrikanı yazmaq olar.
Sonra C-də iki kontinent tipli yer qabığına malik litosfer tavasının toqquşması göstərilir. Bunlara Afrika və Avrasiya yazmaq olar. Həmçinin Ərəbistan və Avrasiyanı yaza bilərik. Bunlar iki kontinent tipli yer qabığına malik litosfer tavalarının toqquşmasıdır. 7-ci tapşırıqda verilən qədim su və quru hissələri ilə onlara aid olan xüsusiyyətləri birləşdir. Yer kürəsinin ilk quru parçasıdır. Bu, əlbəttə ki, Pangeaya gedəcək. İlk quru parçası Pangea adlanır. 225 milyon il əvvəl yaranmışdır. 225 milyon il əvvəl Pangea və Pantalas hər ikisi yaranıb. Çünki ilk quru və ilk su sahəsi yaranmışdır. Ona görə 225 milyon il əvvələ həm Pangea, həm Pantalası hər ikisini aid edə bilərik. Daha sonra Cənub yarımkürəsində olan qitələrə bölünmüşdür. Cənub yarımkürəsində olan qitələrə burada Gondwana bölünmüşdür. Ona görə bura Gondwana deyə bilərik. Sonralar iki hissəyə ayrılmışdır. Əlbəttə ki, bu Pangeaya uyğun gəlir. Pangea sonralar Lavrasiya və Gondwana ayrılmışdır. 135 milyon il əvvəl yaranmışdır. Bu 135 milyon il əvvəl isə Lavrasiya və Gondwana yaranmışdır. Yəni bu hər ikisinə aiddir. Həm Lavrasiya aiddir, həm Gondwana aiddir. Yəni 135 milyon il əvvəl yaranmışdır Gondwana və Lavrasiya. İndi hər iki qrup parçaları yaranmışdır. İlk olaraq da Gondwana yaranmışdır. Yəni bunu Gondwanaya da aid etmək olar. İlk olaraq Gondwana cənub qitələrinə bölünmüşdür. 135 milyon il, yəni 130-150 milyon il əvvəl. Amma 135 milyon il əvvəl yəni hər ikisi, həm Gondwana, həm Lavrasiya mövcud idi. Daha sonra xəritə sıxımında göstərilən hərflərlə işarə edilmiş quru və su hissələrinin adlarını uyğun olan cədvəllərlə yaz. Burada A Pangeadır, ilk quru parçası. Pangea. B isə ilk su parçası olan Pantalasdır. Pantalas. Daha sonra 2-də C və D göstərilib. C Lavrasiyadır, şimal quru parçaları aiddir ora. D isə Gondwanadır. Gondwana. Sonra 3-də qitələr göstərilir, müasir qitələr. Bunlardan Y ilə göstərilən Avrasiyadır. Yəni daha çox Asiya, Avropa hissəsi, yəni onları deyə bilərik. Yəni həm Asiya, həm Avropa yaza bilərik və yaxud ümumilikdə Avrasiya yaza bilərik. Avropa və Asiya birlikdə Avrasiya adlanır. Sonra F şimali Cənubi Amerikadır. Sonra burada G Avustraliyadır. Avustraliya. Daha sonra burada H hərfi ilə göstərilən Afrika. Daha sonra I hərfi ilə göstərilən Şimali Amerika. J ilə göstərilən isə Antarktidadır. Yəni bu quru parçalarıdır. Doğru ifadələri müəyyən et. Azərbaycan arası litosfer tavalarının sərhədindən kənarda yerləşir. Bu yanlışdır. Ölkəmiz Ərəbistan və Avrasiya litosfer tavalarının toqquşma zonasındadır. Ölkəmizdə tektonik hərəkətlərin baş verməsi tavalarının hərəkəti ilə bağlıdır. Doğrudur. Azərbaycan arası Avrasiya və Ərəbistan tavalarının sərhədində yerləşir. Bu da doğrudur. Azərbaycan arası Gondwana qurusunun bir hissəsidir. Xeyr, Azərbaycan Lavrasiyanın bir hissəsi hesab edilir. Çünki şimal qitələrinə aiddir. Bu da yanlışdır. Düzgün cavab olacaq 2 və 3, yəni B variantı. Alp-Himalay seysmik qurşağını yaradan litosfer tavalarını müəyyən et. Alp-Himalay qurşağını Afrika, daha sonra Ərəbistan və yəni burada Afrika, Ərəbistan və 1-4 Atlantik okean litosfer tavası yoxdur. Cənubi Amerika litosfer tavası yoxdur. Sakit okeanda belə deyək, bu da Sakit okean Alp-Himalay qurşağına aiddir. Bir də Hindistanı götürə bilərik. Ona görə 1-4-6 olar. Hindistan, yəni Hind-Avstraliyanın içərisində olan Hindistan kiçik tavasını götürmək olar. Ona görə düzgün cavabımız olacaq 1-4-6. Seysmik qurşaqları onların yaranma prosesini əks etdirən şəkillərlə birləşdirir. Alp-Himalay iki kontinent tipli litosfer tavasının toqquşmasıdır. Ona görə Alp-Himalay bura gedəcək. Sakit okean odlu həlqəsi isə, yəni odlu qövsü, bu kontinent və okean tipli litosfer tavalarının toqquşmasıdır. Bu da birinci sıxıma gedəcək. Sakit okean odlu həlqəsində hansı litosfer tavalarının sərhədində yarandığını yaz. Gəlin əvvəlcə ilə litosfer tavaları şəkillərində, bu hər iki
belə deyək, quşağın yerləşdiyi yeri göstərək və daha sonra deyək. Deməli, əgər bunları göstərsək, yəni həm Sakit Okean, həm Alp-Himalay quşağını göstərsək, burada qırmızı ilə göstərdiyim bu Sakit Okean odlu həlqəsidir. Yəni bir də bu hissədən davam eləyir. Bu da Alp-Himalay quşağıdır. Yəni Alp-Himalay quşağını da bir də Qafqaz dağlarına istifadə etmək olar. Bu da Alp-Himalay quşağıdır. Yəni Alp-Himalay. Bu da Sakit Okean odlu quşağıdır. İndi Sakit Okeana təsir belə deyək, eləyən tavaları əgər yazmaq istəsək, o əsas tavaları. Sakit Okean tavasını yaza bilərik. Sakit Okean. Şimali Amerika. Daha sonra Naska. Cənubi Amerika. Çünki Cənubi Amerika ilə Naska litosfer tavaları toxuşur. Daha sonra biz aid eləyə bilərik Avrasiya. Çünki Avrasiya ilə Sakit Okean litosfer tavası toxuşur. Daha sonra Filippin. Daha sonra Hind-Avstraliya tavasını deyə bilərik. Çünki Hind-Avstraliya tavası ilə Sakit Okean tavası toxuşur. Bunları aid eləyə bilərik. Euler-Venn diaqramını tamamla. Sakit Okean odlu həlqəsi, Alp-Himalay seysmik qurşağı. Sakit Okean odlu həlqəsi materik, kontinent və okean tipli yer qabığına malik litosfer tavalarının toxuşma zonasıdır. Sakit Okean odlu həlqəsi, həmçinin Sakit Okean litosfer tavası burada iştirak edir. Amma Alp-Himalay seysmik quşağında Sakit Okean litosfer tavası iştirak eləmir. Alp-Himalay seysmik quşağına biz deyə bilərik, belə deyək, bu seysmik quşağa əsasən Avropa və Asiya qitələrini əhatə eləyir. Aralıq dənizi sahillərindən Himalay dağlarına qədər uzanan dağ sistemləri bura aiddir. Yəni kontinent tipli yer qabığına malik litosfer tavalarının toxuşmasıdır. Amma Sakit Okean odlu həlqəsinə həmçinin deyə bilərik ki, Amerika, yəni Amerikanın sahillərini əhatə eləyir. Hər ikisinin oxşar xüsusiyyəti deyə bilərik ki, hər ikisi dünyanın ən seysmik ərazilərindən hesab edilir. Yəni seysmik olan ərazilərindən hesab edilir ki, bu da oxşar xüsusiyyətlərinə yaza bilərik.